Deyirəm hara getsəm, hələ gezəndə həmişə girirəm Arzu dayının yanına. Bu bir vərdişdir, başa düşürsüz? Çünki uşaqlıqdan da biz həmişə böyüklərimizlə iki bazara gedərdik. Yəni Bakı əhli gedərdik ya Pasaj bazarına, ya da ki Təzə bazara. Təzə bazarda çeşid çox idi. Yəni orada gezməyə polkalar çox idi, ət şöbəsi, balıq şöbəsi, nə bilim elə ürəyi istəyən var idi də. Yadınızdadırsa orada aşağı tərəfdə bir dənə yer var idi, toyuqlar da kesirdilər ha, sağ sola. Ona görə hər dəfə bu dükanın yanından keçəndə girirəm bura, soruşun nə üçün? Çünki bax burada elə bir ki, həmən o Təzə bazarın biraz abu-havası var da. Amma tək qalıb da, Təzə bazarın bir hissəsi. Yəni Arzu dayını artıq tanıyırsınız da. Bir dəfə mən sizi çəkib tanış eləmişdim. Arzu dayı necəsən Arzu dayı? Arzu dayı uzun illər həmən o Təzə bazarda işləyib. Təzə bazar klientəm. Mən də Təzə bazar kliyentiyəm də. İndi də buraya da girəndə, yəni baxırsan, görsən ki, baxın görün baba səliqə, səhman, bax görürsüz, yəni padarkalıq bax o nə deyirlər, xonça yığmağa məni vadar eləyir də. Ona görə adam gəlir bura. Yəni adam bu cürlə səliqə, səhman görəndə bir dənə şeyin üstündə bir dənə toz olmayanda da adamın özünə ləzzət eləyir axı. Büyün amma burada mən bir dənə də özüm üçün xatirə tapdım. Gəlin sizə göstərim nə. Bax bir xatirə. Bax bu gördüyünüz su Çıngıllı suyudur. Bu suyun mənbəyi dağda Naxçıvandadır. Naxçıvanda Keçilli kəndi, düz deyirəm, Şahbuz rayonu, elədir? Mən orada qonaq olmuşam, orada bir Dostəli adlı bir kişi var idi, onların yanına qonaq gəlmişdik. Biz oraya ayağımızı qoyandan, mən sizə Sovetdən danışıram ha, uzağın, yox Sovet yox, üzr istəyirəm, Sovet artıq dağılmışdı, 92-ci ildən danışıram. Dostəlinin yanına biz qonaq gələndə, mən, mənim atam, bibimin yoldaşı, bibimin oğlu, onu da sizə deyim ki, mənim bibimin yoldaşı özü də Naxçıvandan idi. Həmin Dostəli də o bibimin yoldaşının elə bir ki qohumu idi, başa düşdün. Dostəli demişdi ki, hər gün nə qədər ki siz mənim yanımda qalacaqsınız, mən sizin üçün bir dənə qoyun kesəcəyəm. Doğrudan da sözünün üstündə durdu. Bir gün o quzulardan birini biz götürərik, qalxarıq yuxarı Çıngıllı bulağına. Düz deyirəm. Yayın cırxacırında 40 dərəcə isti. Əlvi 2 dəqiqə saxlamaq mümkün olmur o suyun soyuqluğunda. Həmən o bulağın qırağında ləzzətli oturduq, yedik, içdik, həmən o quzunu inanın ki, söktük də. Hamısı da nəyə görə? Çünki arada bax, həmən bu Çıngıllı suyundan içirdik. Doğrudan da, yəni ki, bax, içirsən, yeyirsən, nə qədər istəsən ye, üstündən bir dəs o sudan içkinə hələ bir heç də yeməmsən. İndi də bu Arzu dayının yanında gəldim, bax, bu Çıngıllı suyu gördüm. Birdən bu xatirələr gələn, necə deyərlər, ilham gəldi. Dedim bir dənə bir video çəkim sizlə paylaşım da. Həm də bu gözəlliyi də göstərim. Gəlin dayının yanına. Ne pendiri? Keçi pendiri, hər şey. Yəni ki, Ordubadın nə neymətini istəyirsiniz? Gəlin bu kişidən götürün də. Yəni bizim ağsaqqalımızdır. Özü də ki qəhrəmandır ha, köhnələrdən. Çünki siqareti təyyizə bilib. Bu qədər qəlbdən qəlbə. Yadımdan çıxdı deyim su hardadır ya. Yəni bax ki biləsiz. Mən deyəsən tələsdim biraz da. Bax bu dükan yerləşir Ələsgər Ələkbərov küçəsində. Görürsüz, bax mənimlə düz notarius var. O notariusa çatmamış. Yəni düz gedəndə yolun sağında. Dükanın da adı Çıtır Çərəz. İndi isə doğrudan da qəlbdən qəlbə.